Hörmətli müəllimlər, əziz tələbələr, xoş gəlmişsiniz. Hər birinizi burada görməyə çox şadıq. Bugün burada qəlblər danışacaq. Sol tərəfdə ürək alışacaq. Tuğyan edib od tutub yanacaq. Bacarıqlı, istedadlı tələbələrimiz öz şeirlərini sizin üçün söyləyəcəklər. Gəlin onlara alqışlarımızla dəstək olaq. Beləliklə, tədbirimizi açıq elan edirik.
payız küləksin, yenə bir yağış, sənin göz yaşını gətirdi mənə. İndi isə buyursun səhnəyə Filologiya və Jurnalistika Fakültəsinin 133C qrup tələbəsi Nəbizadə Səva. Payız küləyi isə. Yenə bir yarış sənin göz yaşını gətirdi mənə. Bu duman, bu çəmən, növbədəki qış səni xatırladan ətimdir. Payız günəsən, düşən bu yarpaq yanlış məktublardan örnəkdir sanki. Nifrətin qaradır, sevgim ağırlar. Bastırmır yarpaqlar səni inanki. Payız günəsən, gələn bir tufan sənli günlərimin rəsmini çəkdi. Nəfəsim dayandı, boğuldum o an. Kenin ayrılıqdan biri. Payız günəysən, sevgimin ləziz. İzdirab məzanın yönəldi mənə. Özü qeybəsən. İstərin aciz, əzabınla dayaq bir əldir. Payız günəysən, sənə sevgi. Allah göz yaşınla yub nifrətin. Bir qələm yalnız puç olmuş sevgilik həqiqəti. Payız günəysən, nə etsin payız? Onu sevmədin sən solğundu deyə. Payıza sığınıb indi həmin qız ruhunun üsyanı sığmır yerbəyə. Payız günəysən, səmalın ayrı, duydum çırpınırsan özün bilmədən. Səni bağışlamaz səndən savayı vicdan çırpınışı geri dönmədən. Payız günəysən, küçük payızım, doğman ayağı bura aldı əlimdən. Töküldü ovucuma alnımda yazım, yazılıb sevilmək gəlmir əlimdən. İndi mən payızdan soruşsam, tutub piləyini qəlbimə salsam, doğmamsan, nə olar, getmə, yalvarsan. Orada bak. Payız küləyinlə qaydar mısın? Yoxsa üzünü də çevirib o an, sağaltsın yaranı, sağaltsın zaman. Deyib də yollara üst tutar mısın? Tutqun səmalarda yox olar mısın? Payız küləyimsən, geri dönməsən. Payıza hədiyyə edirəm sənə. Qoy külək də getsin, heç üzülməsən. Rəbbimə əmanət edirəm səni. Rəbbimə əmanət edirəm səni. Xatırlanırıq ki, tələbələrimiz bu şeyləri özləri yazıblar. Qoy düşsün o qırışlar mənim üzümə. Qoy gəlsin o görməməz mənim gözüm. İndi isə çıxış edir Pedaqoji Fakültəsinin 438-ci qrup tələbəsi Rəsulzadə Göyçək. Ana! Qoy düşsün o qırışlar mənim üzümə. Qoy gəlsin o görməməzlik gözümə. İnan ki, peşman olmuşam çıxdığım hər sözümə. Qocanma ana. Bu necə sevgidirsə oyanmaq olmur. Ama verirsen eline adam hiç doymur. Senin tek kucağına beni kimse de almır. Yoklar. Kocanma. Kocanma. Susuz da kalıram, aç da dolanıram. Dört divar arkasında oyalanıram. Her ana çağrışına pencereden boylanıram. Ne olur? Qocanma, ana, ellerindən öpürəm sənin. Mən hələ sənin pek insan görmədim.
Bir ünvan söyle ki zamanı döndüreyim. Ne var? Kocanma. Kocanma ana. Ağlamayayım diye gizli ağladım. Atamın yasını sirri sakladım. Sen merhem olup da yara bağladın. Ne olar? Kocanma. Kocanma ana. Bak ne kadar uşaqlar ana səsləyir. Bu gece benim de ürəyim ana istəyir. Başını koymağa dizini gözləyir. Bak, kocanma ana. Benevşe boyun büker, ben de bükerem. Sen gitsen hayattan, ben de ölerim. Seni sevdiğim kimi Allah'ı da severem. Ay Allah, ne ola? O koca olmasın, kimse bu dünyada anasız kalmasın. Eşqinlə çırpındığım o yalancı illəri bir an unutmasam da həqiqətim deyilsin. Buyursun səhnəyə Pedaqoji Fakültənin 229B qrup tələbəsi İmamverdiyev Ramil. Həqiqətim deyilsən. Yaşadıram sən mən, xəyallar aləmində, sevgi dolu dünyamda, rüyalar aləmində. Şirin bir xatirə tək dolanırsan qəlbimdə. Amma eyib, sən mənim həqiqətim deyilsən. Bu yalancı dünyanın şirin bir qurmassan, beynimin mənim üçün yaratdığı rüyasan, yarattığım dünyanı mənlə bir arzassan, ayrılanda bu yerdən həqiqətim deyilsən. Keçmiş xatırlatsa da o sənli günlərimi, yaşanmış o həmşirin, həm azın günlərimi, eşqinlə çırpındığım o yalancı illəri bir an unutmasam da həqiqətim deyilsən. Bu qırıq ürəyimin bir kiçik zərrəsisən, damarlarında gəzən köhnə eşq nəğməsisən. Nə olsun hər anında mənim düşüncəmdəsən. Hətta mənim olsan da həqiqətim deyilsən. Həqiqətim deyilsən. Yuxularımın tək şəhzadəsi olmaq istədim. Amma mən kör qədər yuxu görə bilmirəm. İndi isə qarşılayan Filologiya və Jurnalistika Fakültəsinin 141B qrup tələbəsi Eldarom Amir. Həyat hekayəsi. Herkesin hayatının bir hikayesi var. Ha? Bizimse bir şehrimiz var. Tozlu, hiç okunulmamış. Sevgimizden de fırtınalar geçti. Kör ederken gözlerimi, sene eziyet, küler belə toxunmamış. Bağışla, necə o gəlinlikdə xoşbəxt olacağını bilərəm. Parçalara bölüp yaralarını sarıp beni deli kimselerde ağılsızsan. Axı seni tanımadan önce sen ağıllı sanırdın. Yuxularımın tək şəhzadəsi olmaq istədim. Mənsə bir kör qədər yuxu görə bilmirəm. Həyatım ündür mərtəbələrdə keçdikcə aşağıda olub bitəndən bir xəbərəm. Heç bir mələyin göz yaşlarını görürsən, gəl mənim gözlərimdən bax gülürsünə. Mən labirintlər içində qeyb olarkən, elə bütün yollarım sənə çıxır. Qaçıb, özümlə nə qədər tək qalmaq istəsəm də, hər sətrimin döngəsində sən varsın. Hər aldığı
aldığım nəfəsdə geri verirəmsə, məni məndən, yəni səni məndən vermək istəmirəm. İnsanların arasında özünü görməyəndə, gözlərinə təmiz güz gülməni, həyatın çirkabından ümitsizləşəndə qayıdırsan da mənə özgüvən edir. Var bədənim, yox ruhum, o tanrı axtarışında, sən tanrının əliyəsi ömrümün yarısında. Bu həyat yarışında, bax biz oyunma imkanlar, sevgi ağızlı deyənlərlə, düşüncə ağıl həddin aşağı. Hərdən sərhəddə aşağı, sənlə gedək buralarda, həyat bir imkanlardan izləyə oturur arxa sıralarda. Təki qayıt, tez qayıt, küçələrlə ürəyimizə dönməmiş, mənələmin ki yerdəyəm, sətirlərindən sağa dönməmiş. Silməmiş qal öz üzüm bu şəhərdən, boğmamış qəhər məni öz içindən. Qayıt gəl, bax sənsiz bir əçədir. Qayıt gəl, bax sənsiz bir əçədir. Bakı buradadır. Bəs Təbriz hanı? Hanı bütöv almanın o biri yanı? Araz ayrılığı. Bu axan çay necə böyükmüş. Hökmü xalqı ikiyə bölmüş. Mərd oğullar bu yolda ölmüş, canlarını qoynunda görmüş. Hər şey dəyişdi gözlənilməz bir anda. Vətənim hər şeydən xəbərsiz halda. Ayıldı o vaxt ki Araz axanda, ayrı düşüb günahsız ana baladan. Bakı buradadır. Bəs Təbriz hanı? Hanı bütöv almanın o biri yanı? Yerdə mi qalacaq bu şəhid qanı? Kim alacaq torpaq intiqamını? Sən mənim dərdimsən, sən mənim qəmim. Sən ağlar ürəyim, ağlar gözlərim. Sən vətəni iki yerə bölənim. Ey Araz, sən ayrılıq səbəbim. Bilməzdim ayrılıq bu qədər çətin. Çəkmək ağır imiş Təbriz həsrətin. De, nədən səssizsən, susubdu dilim. Ey Araz, cavab ver, yoxmu qeyrətin? Yox, yox qınamıram səni bu qədər. Bəsdir coşub daşıb, eylədin hədər. Qəlblərdə yaratdın böyük bir kədər. Bağrımıza daş basaq, nə vaxta qədər. Sən bir vasitə idin bu ayrılıqda. Günah haqqı itirən o qansızlarda. Qəhqəh çəkib güləndə İran da, Rus da bizə düşmən oldu, məyus Arazda. Gülüstan, Türkmən, çay ayrılıq dağım, cansız bir kağız mı vətən yıxanım? Qoy ölüm həsrətdən qurtarsın canım. Ölüm çarə deyil, gərək yaşayım. Yaşayım, yaşayaq birlikdə olaq, bölünmüş vətəni yenidən quraq. Bakıdan uzanıb Təbrizə çıxaq. Uzun həsrətdən sonra artıq qovuşaq. Şimal Azərbaycanım, Cənub Azərbaycanım. Fəqət yox, ayrı deyil, bütöv Azərbaycanım. Birləşib tam olacaq mənim də torpaqlarım. İnanıram, gələcək mənim də Vüsal çağım. İndi isə səhnəyə dəvət edirik. Pedaqoji fakültənin 228 B qrup tələbələri Heydərli Səma və Novruzov Nizami. Sən gələni həyatımı dəyişmişəm. Bəlkələri qatmışam mən kaşkilərə. Sən gələni həyatımla dəyişmirsən. Sən mənə bax, fikir vermə kaşkilərə. Sən gələni üzdə gülüş saxlamışam. Sən gülürsən, mən baxıram gözlərinə. Bir biləydim mən nə qədər ağlamışam.
sanki sevgim süzülübdür gözlərimə. Sən gələni sevindirdin könlümdəki, uşaq kimi arzularım mən hər gecə. Getmə, getmə, nə olar çəkmə məndən gözlərinin, səni görüm, səni sevim gizlincənə. Yox, artıq ağlamıram sənsiz sevgimə, gül ki, ürək oduna sularsa bilsin, qara sevgi verdin mənə hədiyyə, sadəcə hədiyyənə. Səndən xatirələrdə yazdı qaldı. Pəncərədən ayrılırım, sən günahkar ya mən günahkar ayrılırım. Adını unuttum mən amma ürək yazdı qaldı. Bu mahnı məndən xatirələrdə yazdı qaldı. Bir iki addım üç sayım mən arxadan izləndim kölgələrlə. Neçə dəfə qapının arxasında qaldı cümlə kəlmələrlə. Mən istədim, mən istedim, davamı nə olacağını. Sən də dərdli, mən də nikbin qarşılıqlı nəyin qurulacağını. Verimsən artıq sən öz qərarını. Getmə sözüm yersiz olar, getmirəm ki deyim gözlərindən etmə quzum, görüm sənsiz olar. Arxamca pəncərəni açıb başımı aşağı salıb qırpıb gözümü. Bəlkə deyim mən sözümü, bəlkə duyarsan şəlalə saçdan fırlayıb mənə tərəf boyun vurarsan. Geçsən dünyam qarılacaqdır, dəyişəcək bir gecə gündüz. Mənə qoyub getdiyin heç xəyallarıma sətəcəm duz. Günəşi inad edib açmayacam sənsiz gün işitmə gözümü. Cəzalandıracam mənim olam sənin ruhuna tabi ol. Pəncərədən ayrılırım, sən günahkar ya mən günahkar ayrılırım. Adını unuttum mən amma ürək yazdı qaldı. Bu mahnı səndən xatirələrdə yazdı qaldı. Elə bilmə səninlə mən kövrəlirəm, sanki dünyam bəzənibdir sən gələni. İndi düşün, sənsiz mən neyləyərəm, sızlayaram hər gecəni sən gedəni. Bilmirəm sevmək necə cür olur, bir tək bilirəm ki, bir qarşılıqsız və mümkünsüz edən bir sevgi var. Amma bəzən də qarşılıqsız edən elə mümkünsüzdür. Alovlanmış vulkanları kül eyləyən, gah da solmuş çiçəkləri gül eyləyən sözlərin var. İndi isə qarşılayan Pedaqoji Fakültənin 105A qrup tələbəsi Nəbizadə Sevinç. Elə bir yol gedirəm ki, Elə bir yol gedirəm ki, dağları var, düzləri var. Yeni göğe ışıq saçan, ünvanları damla edən, damlaları ünvan edən. Bir ürəkdən min ürəyə, bir dodaqdan min mənzilə axıb gedən izləri var. Alovlanmış vulkanları kül eyləyən, yağ da solmuş çəmənləri gül eyləyən sözləri var. Elə bir yol gedirəm ki, Aras kimi qayasında bitənlər var. Gülzar bilib hər çölünü bülbül kimi ötənlər var. Azadlığın yollarında şirin candan keçənlər var. Amma çox eyib ki bu yollarda bahar ili, yaz qoxulu gül yanında könüllərə tuşlanaraq bata bilən tikanlar var. Elə bir yol gedirəm ki, hər səmtindən tufan gəlir. Bu tufanın qüvvəsinə sinə gəlmək, əqidəyə sadiq olmaq çox çətindir. Burulğanın içərisindən deri çıxmaq artıq talih qismətindir. Bu yollarda büzrəməyin qəbahətdir. Düzü əyri söyləməyin dünya boyda cinayətdir. Haqqı bilib sustursansa, doğru düzgün qanunların yalan, palan yozdursansa, bu uçurumdur, fəlakətdir, millətinə, vətəninə, soydaşına xəyanətdir. Elə bir yol gedirəm ki, bu yollarda heykəlləşən, daşa dönən babalar var. Nizami tək, Füzuli tək, Cəlil kimi dahilərin
nəfəsi var bu yollarda. Gerek mən də ilham alım babaların nəfəsindən, bəşər üçün dəyər olan misraların həvəsindən. Bəlkə onda deyərlər ki, o kəslərin nəfəsi var bu yollarda. Elə bir yol gedirəm ki, qayıtmağım mümkün deyil. Bu yollarda qanunları qələmimlə yazam gərək. Bu yollara xilaf çıxan nakəslərin nafaq yazdıqları öz əlimlə pozam gərək. Məzarımı qələmimlə qazam gərək. Qələmimin kəsəri ilə heykəlimi yolam gərək. Elə bir yol gedirəm ki, yaşamımın sonu ölüm. Ölümümsə bir olumdur. Ölümsüzlük şərbətini içməliyəm. Hər sözümlə, əməlimlə, hikmətimlə baxışlardan keçməliyəm. Öləndə də könüllərə köçməliyəm. Öləndə də könüllərə köçməliyəm. Payızın sonları, ayda bir gecə. Biz eşkin sehrinə qapıldıq necə? İndi isə buyursun, Regionşünaslıq və Beynəlxalq Münasibətlər Fakültəsinin 255 qrup tələbəsi Səməd Kərim. Heyat ilə Payızın sonları bir aydın gecə, biz eşkin sehrinə qatıldık necə? Bulutlar üstündə uçurduq sanki, zamanı qoymazdıq, axı boş keçə. Günlər gecələrə heyecalanırdı, bu eşqdən qəlblərə od qalanırdı. Göz gözə gələndə biz heyecandan, sözlərimiz sanki heyecalanırdı. İtərdik içində biz xəyalların, ömürdən seçilmiş ən xoş anların, sonunu görməzdik, düşünməzdik heç. Əsir olmuşdur biz duyğuların. Çətinliklər bizim üçün çox asan idi, amma asan olsa da ömürdən gedir. Hər çətinliyi keçə bilsəydik, ayrılıq aslında dadmazdıq indi. Keçirərdik günləri həm qəmli həm şad, lakin indi olmuşuq tam özgə bir yad. Ayrılıq qəlbimi od vuracaqdır. Tanrım, sən kömək ol, edirəm imdad. Gözlərin ruhumun sərkərdəsidir. Haraya getsəm də heç yuxum gəlmir. buyursun səhnəmizə Pedaqoji Fakültənin 206B qrup tələbəsi Arzu Yuxum gəlmir. Gel gör ki, gecənin yox imiş gözü. Bilməzdim qəlbimin çox imiş sözü. Mənim bu dərdimi kimsələr bilmir. Bu gecə yorğunam, yuxum da gəlmir. Haraya aparır fikirlər məni? Dağıdır beynimi, dərdimin qəmi. Dövranım zamandır, dəmi silinmir. Bu gecə susqunam, yuxum da gəlmir. Düşünüb dururam hər an onu mən. Səmanı qaraldan bir buludam mən. Ürəkdən sevimin gülmək çətindir. Əl çəkin, bu gecə heç yuxum gəlmir. Coşqun bir dalğayam, sanki dəniz yox. Susqun bir sevdayam, sanki qəmim çox. Durğun bir damlayam, sanki təbim yox. Gözlərim axsa da heç yuxum gəlmir. Fikirlər əlindən zara gəlmişəm. Bilmirəm, hardayam, yara gəlmişəm. Yuxum da elə bir ərşə çəkilir. Payız küləkdək, heç yuxum gəlmir. Dinləmək asandır, anlamaq çətin. Kəsir xəyallarım heyotin bu
rutin şiirlə başımı qatsam da hərdən. Bax, saat 6-dır, yuxum da gəlmir. Gecələr rüyamsan, gündüzlər cəzam. Bəzən sən duamsan, bəzən də qəzam. Bilmirəm, axı mən, axı nə yazam? Gözlərimə zülümsən, yuxum da gəlmir. Qatmışam gecəni gündüzümə mən. Satmışam qüruru lal sevgiyə mən. Qəlbimin sahibi, duyday səsini. Səni düşünürəm, bax, yuxum gəlmir. Bağışla, riyalam, yalanım yoxdur. Bağışla, sualam, cavabın yoxdur. Canımı cəssət miyəm inanın yoxdur. Səni düşünürəm, bax, yuxum gəlmir. Gözlərim, bu dəmdə cövlan eyləmə. Qanımı qaraldı dövran eyləmə. Gözlərim ruhumun sərkərdəsidir. Haraya getsəm də, bax, yuxum gəlmir. Duydum ki, gedirsən, gələcəksənmi? Zamanın rəngini siləcəksənmi? Heç bax gör, sən məni görəcəksənmi? Sənin ucbatından heç yuxum gəlmir. Gözlərin çıraqdır, mənsə bir gecə. Kölgənəm, çəkim unudum necə? Səni görüncə mən deyiləm. Yorulub qalsam da, bax, yuxum gəlmir. Yuxuya dalmışam xəyal içində. Unudub qələmin labit biçimdə. Yandırdım bu gecə kəlmələri mən. Oyandım, gördüm ki, ay yuxum gəlmir. Bu gecə yuxumda mən səni gördüm. Gördüm ki, gözlərin şimşəkdə çaxır. Qalxdım və ağladım. Baxdım kağıdın, əlimə yazıb ki, gözlərin axır, yad, o burada əyləşib düz sənə baxır. Mənə biraz ondan danış. Nə danışım ondan sənə? Dinləyəcək gücün var mı? İndi isə qarşılayan Filologiya və Jurnalistika Fakültəsinin 129B və 129A qrup tələbələri Əsədullayev Nicat və Seyidova Zeynəb Müsrət Kəsəməllinin mənə biraz ondan danışı ilə cavab olaraq nə danışım ondan sənə? Mənə biraz ondan danış. Az da olsa yaşat məni. Çox doğmuşam için. Biraz ağlat. Boşalt məni. Yaman sıxır həyat məni. Mənə biraz ondan danış. Duruşundan, yerişindən, şirin gülüşündən, gəlişindən, gelişindən, bacardıqca hər işindən. Nə bilirsən, axır çalış. Mənə biraz ondan danış. Başın necə qatmağından, istəyinə çatmağından, hər gün biraz öldüyümdə məni necə atmağından. Mənə biraz ondan danış. Söylə neyini can yoldaşım. Qısqanclıqdan coşum, daşım. Qoy lap quru söz desə də. Özümü itirim. Çaşım. Ona biraz yaxınlaşım. Mənə biraz ondan danış. Danış təbim dilə gəlsin. Hər bir sözün bağrım dəlsin. Qoy içkisiz, qoy içmədən. Ruhum biraz məzələnsin. Xatirələr təzələnsin. Mənə biraz ondan danış. Qaytar mənə, xatir mənə. Qaytar mənə, gətir mənə.
Al, onsuz bir gelecekten. Keçmişimden itir məni. Yaşatdıkça bitir məni. Mənə biraz ondan danış. Hicran pozub düzənimi. Sarıb şeir, qəzəlimi. De ki təsəllim öpməkdir. Ondan yazan özəlimi. Görərsənsə gözəlim. Ona biraz məndən danış. Ona biraz məndən danış. Ne danışım ondan sana? Dinleyecek gücün var mı? Gözlerinin yaşıyla serdek akıp dökülecek. Ne danışım ondan sana? Geçmişe ya da salmağın. Gelecekten alıp seni o geçmişe aparmağın. O yaranı kanatmağın ne xeyri var, söylemene. Ne danışım ondan sana? Xatirələr, xatirələr, yaddaşlarda qalan günlər. Amma bitti, anla bunu, bir boşluqdur yolun sonu. Ya da salıp indi onu, ne danışım ondan sana? Bir vaxt gördüm gözəlini, üzünün saflığı solmuş, sanki geçmişi unutmuş. Danışdım ona senden. Həsrətindən, gələcəyə ümidindən, vəfasızlığa qalib gələn tükənməyən eşqindən, ona olan hisslərindən, mənə dediyi sözləri söylədim mən gözəlinə. Donub baxdı o üzümə, sanki başqa adam idi. Sual verdim mən ona, sevmirdin mi sən onu? Tərsib etmirdi sənə heç bir anlıq yoxluğu? Necə deyim axı sənə? Gözəlim səni unutdu, başqasının yarı oldu. Gözəlində son sözlərim dediğin o sözlər oldu. Hicran pozub düzənimi, sarıb şeir, gözəlimi. Dedi təsəllim öpməkdir ondan yazan özəlimi. Görərsənsə gözəlimi, əgər görərsənsə gözəlimi, ona biraz, ona azca məndən danış. Sevgi dilimdə dastan yazıldı. Sənsizəm, gəl artıq, sənsizəm, yetər. Səhnəmizi buyursun Filologiya və Jurnalistika Fakültəsinin 132A qrup tələbəsi Siyamova Tamaşa. Sənsizəm. Ayrılık var imiş kısmetimizde, talih bile getirdi, neylemeyi olar. Ağrılı, acılı günler geçirdik. Sensizem, gel artık, sensizem yeter. Yüreğim döyülmür sanki yatıptı, hasretin kalbime duvar atıptı. Sevgin dilime dastan yazıptı. Sensizem, gel artık.
yalan olduğum, gözümüz qapalı, kəşki baxmaya. İndi isə səhnəyə dəvət edirik Filologiya və Jurnalistika Fakültəsinin 126 B qrup tələbəsi Quliyeva Səltənət. Həyata baxırıq gözəl gözlərlə. Çiçəyin, böcəyin yaşam bilirik. Dünyaya baxırıq biz sevgimizlə, röyalı günləri gerçək bilirik. Sevinclə keçəndə bu şən günləri bir bitmək bilməyən ümid görürük. Yalan danışanda bu insanları sanki qarşımızda mələk görürük. Həyata hər zaman üzdən baxaraq mənası nədir ki bunu bilmirik. İçin nifrət dolu sevgisizləri qəlbimin yarısı deyib sevirik. Bu həyata gəldik dürüst yaşayaq. Doğru nə, yanlış nə gərək anlayaq. Doğrunun içində yalan olduğun, gözümüz qapalı, kaş ki baxmayaq. Anamızın laylasından, babaların nəfəsindən miras qalan bir histir bu. Qarşılıqsız istəkdir bu, sevgidir bu. İndi isə Filologiya və Jurnalistika Fakültəsinin 236C qrup tələbəsi Əliyeva Aygün. Sevgidir bu. Sevgidir bu. Yaşamdır bu. İstəkdir bu. Bir körpədə gülməkdir bu. Sevilməyi bilməkdir bu. Sevilməyi bilməkdir bu. Həm səbəbsiz gülməkdir bu. Həm yaşarkən ölməkdir bu. Bəzən kiçik təbəssümlə dünyaları verməkdir bu. Sevməkdir bu. Sevməkdir bu. Yeni dünya görməkdir bu. Həyatının baharına girməkdir bu. Sevməkdir bu. Sevməkdir bu. Bəzən soyuq qış günündə üşüsən də gözləməkdir. Sona qədər gözləməkdir. Pəncərənin şüşəsində, həmin tilin döngəsində, o ağacın kölgəsində ömür boyu gözləməkdir. Bəzən sevib gizləməkdir. Sevilmədən sevməkdir bu. Qarşılıqsız istəkdir bu. Sevməkdir bu. Sevməkdir bu. Anamızın laylasından, babaların nəfəsindən miras qalan bir hisdir bu. Hərdən sual olur görən, həvəsdir bu, əbəsdir bu. Qəlbim buna nə çəkdir bu, sevməkdir bu, sevməkdir bu. Sevdim, sevgimdən doymadım, sustum, səsindən doymadım, günən üzündən doymadım. Gör necə bir kərəkdir bu, hərdən bil ki, ürəkdir bu, yalnız sənə gərəkdir bu. Qəlbim ondan nə çəkdir bu, sevməkdir bu, sevməkdir bu. İndi isə səhnəyə dəvət edirik Filologiya və Jurnalistika Fakültəsi 138 B qrup tələbəsi Rüstəmova Nərmin. Səni kimi sevəcəyəm.
Yadında mı gözlerine bakanda ben heyecandan titreyirdim. Sense bunu hissetmedin. Hardan bilip, belki de sen anlayırdın. Yalan sözler demeyle yoksa beni aldadırdın. Sevirdin mi? Bilirdin mi? Hayalların içinde ben gel dolarken, rüyalarda, hülyalarda seni ararken gülürdün mü? He? Gülürdün mü? İstihzayla bakıp bana bu kız kimdi? Delidi mi? Deyirdin mi? He? Deyirdin mi? İcazə ver, hatırladım. İcazə ver, hatırladım. Həsrətimdən geceleri ağlayanda, yakınında, uzağında, gözlerinin kabağında, bak, o tek tenha otağında, aktaranda, arayanda, diyeceğim deli sen mi? Ne olsun ki? Ne olsun ki? Erdense de oğrun penceremden boylananda, başıma bir pervane tek fırlananda güleceğim. Güleceğim senin gibi. Ne olsun ki? Ne olsun ki güleceğim? Axı yine yüreğimde seveceğim. Deli gibi. Deli gibi. Doğru dedim. Yalan sözler söyleyerek aldatırdım. Çünkü seni istəyirdim, gözləyirdim. Axı səni ürəyimdə izlədim. Sevirdim, sevirəm və sevəcəyim. Dəli kimi. Səhnəmizi buyursun, Pedaqoji Fakültənin 444 qrup tələbəsi Əlizadə Turanə. Sus! Bugün mən səni gördüm, salam vermək istədim. Üzünün yanatıldı. Söylə illərdən bəri qəlbimizin bir duyub, bir vurduğu illəri axı nə tez unutdu. 5 ildə gözümüzdən axan o qanlı sellər bir salama dəymədi. Heç gözümə baxmadan yanından necə keçdin? Sən eşkin salamını qorxuyan dəyişdin. Yoxsa sən öz əhdinə, ilqarına ağ oldun, o qədər yaxın işən, bu qədər uzaq oldun. Şirin gülüşlərimiz, adı təqamlarımız bir salama dəymədi. Qayğılı anlarımız, qayğısız anlarımız bir salama dəymədi. Sən neylədin bir düşün, yalnız indi anladım, ah sən daha mənim üçün əl satmaz bir çiçəksən. Yaşanmış günlərim tək geri dönməyəcəksən. Qopey tufan, əseyli, xəzal olun, tökülüm. Düz 5 ürəyimdə bəslədiyim məhəbbət bir salama dəymədi. Bir günlük həsrətimə dözə bilməyən gülüm, bəs nə oldu? Bu həsrət bir salama dəymədi. Getdin, dalınca baxdın. Can ayrıldı canımdan, sən necə etinasız ötər idin yanından. Ah zəşkim, başım üstə yarpaqlar əsdi. Gülüm, sənin qəlbin əsmədi. Arkana da baxmadın. Niyə sən yolunu məhəbbəti kəsmədi? Qazancımız deyil, bu mu? Deyilməmiş o salam, əl-qiyamız olur. Sən mənə zülm edəsin. Mənə zülm yaraşır. Bir salama dəyməmişə ölüm yaraşır. Sus! Mən salam verdim. Sən
yaşımı silib, qəlbimi silindirirdi. Sənə salam, xatirələrə salamdır. Sənsiz günlər mənə necə haramdır. Məni edərə salam, ruhu divanı edən eşqə salam, məni şair edən gücə salam. Sənsiz günlərə salam, hər küçədəki xatirəyə salam, hər günündəki yaşama salam. Gizli göz yaşıma, aşkıran düşümə, ruhuma toxunan xəfif nəzişimə, bu günümə, sənlik keçmişimə, sınaq dolu ömrümə, əzzab bərdişimə, görüş yerindəki o sevişmələrə, ayın bədirdən məlyonlərə, günəşli o səhərlərə, salam, salam, yenə salam, icazə edir bir söz soruşum. Deyirsən, bir salama da dəymədi, gör neçə salam şeirində səsləndi. Söylə, hansı salamı verərdim sənə, dil çox çarəsizlik olsan nəzərimdən. Sənə salam, kimə salamdır, bir düşün. Sənsiz salamlarla mən çox üşüdüm. Bir salama değmedin, çünkü artık bir değilsen. Sen min salamlıyken gizli sevgimsen. Anama, Kur'an'a, sənə, səmaya, sevdiyim xanıma söz verirəm mən. Düşmən gül sinəsinə güllə bismillah, ən yaxın dostuma qan verirəm mən. Buyursun səhnəmizə Filologiya və Jurnalistika Fakültəsinin 129B qrup tələbəsi Qurbanov İlqar, Xalqanizm. Sırat alqalına zeynə ənəmtə əleyhim, qoysun kərmən olsun vuruşan zaman. Mərmi yarasından qanlı bədənim kəfənə verilib utanan zaman. Gəlsin ardı ilə qoldu Allahu Əhəd, biz qalib gələrik Allahu Samet. Kömək ol bozqurda uca Allahım, dilimdən düşməsin kəlmə şəhadət. Anama, Qurana, sənə, səmaya, sevdiyim xanıma söz verirəm mən, düşmən sinəsinə güllə bismillah, ən yaxın dostuma qan verirəm mən. Qorx məndən ey kafir, türk oğlu türkən, sənə hədiyyəm var tufanlı dağdan, bozqurda çaxqaldan dostu olmayıb heç, türkə qardaşdır, çıxarma yaddan. Ya azad olaraq yaşayacağam, ya da ki məhv olub torpaq qıdacaq, özüm öz qəlbimi yaxşı bilirəm, torpağın altında vuruşacağam. Ya da Çingiz xanı, ya da Çingiz xanı gətirin mənə, əlində dombura döyüşə girsin, qımız şərbətimiz, şərəf ruhumuz canavar sürü ilə ölüşə girsin. Ya Mehdi, ya Budda, ya da Hüseyin, gəlsin, xilas etsin bizi zülümdən, etsin Qurt babamız tufanlı dağdan, bizə bəxş etsin xoşbəxt bölümdən. Kərbəla, Xocalı, meydan azadlıq, şəhid ruhlarını görürük hər gün. Vətənsiz itilərsə sizə nadanlıq, bizim cihadımız öldüyümüz gün. Həmd olsun Allaha ölərik o an, bircə başımızda bozqurd dayansın, qanımız tökülsün bayrağımıza, babamın qanına qanın boyansın. Ya Ali, götür zülfüqarı yetiş dağıma, kömək et kafirin canlarını alın. Gələndə özünlə Həsəni gətir, şəhid qanlarını qisasını alır. Qorxurlar çəkdiyim hər nəfəsimdən, mən İlqar Bozqurdan, Göytürk, Xaqanam, sən elə bilmə ki, qaça bilərsən. Sənə nəfəsindən daha yaxınam, sənə nəfəsindən daha yaxınam. I'm
prorektor Ələddin müəllimə və rektorun müşaviri Fazil müəllimə. Mənə elə gəlir ki, sözü müstəh heyətə vermək lazımdır. Müstəh heyətin öz sözünü desin. Mən yalnız bu tədbiri hazırlayanlara təşəkkürü bildirirəm. Çünki çox yüksək səviyyədə hazırlayırlar. Sadəcə olaraq adamın qəlbinə toxunan bir veriliş hazırlayırlar. Özləri hazırlayırlar. Heç bir müdaxilə olmadan, onlara heç bir köməklik olmadan. Mən bu tədbiri hazırlayanların hamısına və burada şeir deyənlərin hamısına bir elə Azərbaycanlı kimi öz təşəkkürü bildirir. Çox sağ olun. Şeir həqiqətən insan ruhunun qidasıdır. Ülkə keçən ildən müəyyən bir proqramlarla, müəyyən bir çıxış eləmək istəyirdik. Yəni ki, biz bunu xatırlayırıq. Amma bugün həqiqətən də o öz işini ortaya qoydu. Yəni sizin başçılıq etdiyiniz bu vətənpərvərlər klubunun bugün bizə bəxş etdiyi bu gecə başda siz olmaqla, sizə rəhbərlik etdiyi Ələddin müəllim olmaqla, bütün tələbələri, eləcə də burada iştirak edən hər birinizi doğrudan da həm rəhbərlik adından, həm öz adından, hər biriniz adından minnətdarlığımı bildirirəm. Var olun, sağ olun, təbrik edirəm, çox sağ olun. İndi isə müsiblər qalibləri müəyyənləşdirsin. Səhnəyə Azərbaycan Dillər Universitetinin Tələbə Gənclər Təşkilatının sədri Xıdır Kəzimov və Vətənpərvər Klubunun sədri Ülkər Yüzbaşı. Buyurun səhnəyə. Mən də hər birinizi salamlayıram və təşkilatçılara öz minnətdarlığımı bildirirəm. Qeyd olunduğu burada çox yüksək səviyyədə, çox belə hər bir şeirin öz poetikasını, mənasını izah edən slaydlar da çox yerində idi. Mən uşaqları buna görə təbrik edirəm. Biz hörmətli Vahid müəllimlə çox diqqətlə dinlədik və çalışdıq ki, hər tərəfli olsun qiymətimiz, belə deyək. Həm şeirin quruluşu, həm onun daşıdığı məna, eyni zamanda təqdimatı. Ona görə də Vahid müəllim indi elan edəcək. Biz birinci yerə, yəni qalib kimi seçmişik. Hörmətli müəllimlər, əziz tələbələr, bugün mən çox şadam ki, bizim universitetdə növbəti belə bir gənclik bayramı keçirilir, poeziya, şeir, musiqi bayramı keçirilir. Qədim vaxtlarda biz oxuyanda belə şeylər var idi. İndi çox sağ olsun ki, bizim universitetimizdə şərait yaradılır, təhsil almaqla bərabər şeirə, ədəbiyyata, incəsənətə, musiqiyə yer tapmaq sizin qismətinizə düşüb və bunu da institutda geniş təbliğ etmək imkanları var. Bu işdə universitetimizin tərbiyə işləri üzrə prorektoru Ələddin müəllimin boynuna böyük iş düşür. Çox sağ olsun ki, bu işin öhdəsindən lazımi səviyyədə gəlir. Bugün sizin şeirlərinizə qulaq asdıqca bizim ruhumuz təzələndi. Sanki biz geriyə addım atdıq, siz də bir addım irəli getdiniz. Siz daha da möhtəşəm oldunuz, gücləndiniz, biz də bir qədər cavanlaşdıq. Bütün bu hisslərə görə biz də minnətdarıq. Bütün şeirlər demək olar ki, yaxşıdır. Amma burada söhbət düşür qiymət verməkdən. Bir şeir olaraq hər birinizin oxuduğunuz şeirlərə görə siz gənclərin hər birini təbrik edirik. Əlbət ki, şairlik birdən-birə anadan doğma olmur. O, vərdiş tələb edir, əmək tələb edir və istedad tələb edir. Olan istedadı işlətməsə, üzərində çalışmasa, o da baxıb gedən şeydir. O, az-çox istedada olan tələbələrə mənim tövsiyəm, arzum budur ki, özlərində işləsinlər. Və deyərəm ki, bugünkü şeirlər içərisində mən kamil şeirə də rast gəldim və müəllimə ilə Zeynəb xanımla birlikdə biz məsləhətləşdik. Əlbəttə ki, bizim verdiyimiz qiymət ola bilər ki, çünki siz bilirsiniz ki, ədəbiyyat elə bir sahədir ki, orada vahid bir qiymət yoxdur. Riyaziyyat diyor ki, deyək 5 dəfə 5, 25 elədi, qutardı. Orada
köylülərin istəyi başqadır, zövqlər başqadır, qiymətləndirmə başqa-başqadır. Amma icazə versəydiniz, biz özümüz üçün məqbul olan və bir qədər dünya görüşünə malik olmaqla bərabər qiymətləndirməyi bacaran bir şəxslər kimi belə qərara gəldik ki, birinci yeri Nəbizadə Sevinç xanımı. Nəyə görə ki, şeirdə həm şeiriyyət, həm rəvanlıq, həm axıcılıq, həm də mövzu var idi. Və bu müqəddəs bir mövzu idi ki, hamımızın ürəyindən gələn, hamımızın ehtiyacına çevirmiş bir mövzudur. Ona görə biz Sevinç xanım sizə minnətdarıq ki, belə bir şeir yazmışsınız və sizin oxumağınız da bizim xoşumuza gəldi. Çünki bu təkcə səs yox, həm də hisslərin ifadəsi idi ki, biz onu bəyəndik. Və ondan savayı digər yaxşı şeirlər var. Biz Zeynəb xanımla məsləhətləşdik ki, həmin fərqlənən adamları da indi sizə təqdim edəcək ki, onların şeirləri Zeynəb xanımın rəhbərlik etdiyi qəzetdə çap olunsun. Və ya digər deməli, həvəsləndirmə tədbirləri varsa, onlar nəzərdə tutulsun. İndi onları məmnuniyyətlə Zeynəb xanım sizin nəzərinizə çatdıracaq və hesab edirik ki, biz haradasa bir 90% düz seçim etmişik. Mən qeyd edeyim, növbəti belə deyək, heç də geri qalmayan Sevincin, Nəbizadə Sevincin elə bir yol gedilər bir şeirindən heç də geri qalmayan bir şeir də olmuşdu burada. Nəbizadə Səmanın şeiridir. Biz onu da təbrik edirik, o da çox yaxşı şeiridir. Biz Vahid müəllimlə hər ikimiz yüksək qiymətləndirmişdik. Daha sonra Həsənzadə Rüfət. Qurbanlı Səkinə xanım. Daha sonra Aygün Əliyeva, Sevgidir bu şeir. İlqar, mən istəyərdim gəlsin. Daha sonra Səməd Kərim, qrup var idi uşaqlar. Səməd Kərim. Qız da var idi. Qız da var idi burada. Onlar adları səhvəsiz. Deyərlikdir. Daha sonra Nicat Zeynəb. Turanə. Əslində bu bölgü bir qədər də şərtli xarakter daşıdı. O baxımdan ki, şeirlərin əksəriyyəti dediyim kimi, demək olar ki, eyni səviyyədə, eyni təqdimatı da eyni cür olmuşdu. Sadəcə biz çalışdıq ki, bir qədər bu və ya digər dərəcədə fərqlənənləri də yəni qeyd edək. Təbrik edirik hər birinizi. Sağ olun, uşaqlar. Əziz tələbələr, hörmətli müəllimlər, iştirak etdiyiniz üçün hər birinizə dərin minnətdarlığımızı bildiririk. Növbəti görüşlərə də təşəkkür edirik. Bu tədbirimizi qeydə aldığı üçün Kanal 6 heyətinə dərindən təşəkkürlər.